Dövlət Təhlükəsizliyi Xidmətinin gizli əməliyyatının an-ban görüntüləri, sabiq icra başçısı rüşvəti belə alırmış. Əməliyyat istintaq tədbirləri zamanı müəyyən olunub ki, İslam Rzayev Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və az təminatlı şəxslərə rayon ərazisində təmir, tikinti və abadlıq quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil eləməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq məsuliyyətə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.